Deməli, ən çox verilən suallardan da biri budur ki, Ramazan ayından sonra bəzi möminə və möminələrin qəzaları var. Bəziləri səfər eləyiblər, bəziləri xəstə olublar və yaxud da bəziləri hansısa bir səbəbdən dolayı həmən günü oruç tuta bilməyiblər, üzürlü bir səbəbdən dolayı. Bəs əgər bunlar Ramazandan sonra qəzaları necə tutmalıdırlar sualına istəyərdim belə bir cavab verim. Gələn Ramazana qədər vaxtları var ki, həmən qəza oruçlarını əda eləsinlər. Misal, bir şəxsin əgər çoxlu qəza oruçları varsa, məsələn, fərz eləyək ki, 5 ilin, 6 ilin və daha çox və yaxud da daha az qəza oruçları var ki, həmən illərdə oruç tutmuyor. Həmin şəxs nədir? Qəzası, həmin oruçların qəzası yenə də nədir? Onun üzərindədir və götürülmür. Gərəkdir ki, qəza oruçlarını yerinə yetirsin. İndi bəzi insanlar ki, həmən